Salam əziz izləyicilər, mən Tərlan Rəcəbəliyev. Bugün sizlərə 26 oktyabr 2025-ci il tarixində Müstəqil Qiymətləndirmə Mərkəzinin 9 və 10-cu siniflər üçün təşkil etdiyi blok fənləri üzrə sınaq imtahanının birincisindən 30 coğrafiya test tapşırıcılarını təqdim edəcəm. 11-ci siniflər üçün olanı daha əvvəl paylaşılıb, kanala daxil izləyə bilərsiniz. Biz isə test tapşırıqlarına başlayaq. 31-ci sual belədir. Azərbaycanın bir bölünsün 500 min miqyaslı divar xəritəsində 38 şimal enliyi və 41 şimal enlikləri arasında məsafə 70 sm olarsa, təhrifi hesablayın. Təhrif xətadır. Xəritədə onun miqdarı nə qədər olduğunu tapmaq üçün bir dəfə meridian və ya paralelin bir dərəcə qövsün uzunluğuna əsasən həqiqi məsafəni tapırıq. Bir dəfə də xəritənin baş miqyasını xəritə üzərindəki məsafəyə vurmaqla həqiqi məsafəni tapırıq. Aldığımız cavablar içərisində böyükdən kiçiyi tapmaqla tərifin nə qədər olduğunu hesablamaq mümkündür. İndi isə həllini solda qeyd edək, siz də qeyd götürün. Yazın. Təhrif. Tərif bildirdik ki, xətadır. Bunun üçün birinci dəfə biz məntəqənin koordinatlarına baxaq. Məntəqələrimiz biri 38 şimaldadır, digəri də 41 şimal enlikdədir. Arasındakı məsafədən danışırsa, paralellər arasındakı məsafə meridian üzrə hesablanır. Məntəqələrimizi qeyd edək. 41 şimal enliyi və bir də 38 dərəcəlik şimal enliyi. Hər ikisi eyni yarımkürədədir. Meridian boyunca qeyd edək. Biri A olsun, digəri B. Aradakı enlik fərqini təbii ki, çıxmaqla tapırsınız. 41-dən 38 çıxsaz, birbaşa yazıram, 3 dərəcə edir. Və bu 3 dərəcəlik meridian qövsümüzdə neçə kilometr olduğunu tapmaq üçün meridianda bir dərəcə 111 kilometr əzbər bilin. 3-ü vuracaqsınız 111-ə. Qeyd edək. Bu da elədir 333 kilometr. Bu bizim aldığımız AB arasındakı əsl həqiqi məsafədir. İndi isə xətalı olan cavabı tapaq. Sonra neçə kilometr xəta olduğunda çıxaraq tapacağıq. Miqyasımız 1/500 mindir. Yəni 1 santimetrə 5 kilometr uyğun gəlir. Həmin xəritədə isə məntəqələr arasında 70 santimetr məsafə var. Gəlin görə bu neçə kilometr edir. O zaman həmin 5-i, yəni bu 1/500 mini 100 minə böldüm, kilometrlə ifadə etdim. 5 kilometr edir. 5-i vururuq xəritə üzərindəki məsafəyə. Bu da elədir 350 kilometr. İndi isə xətanın neçə kilometr olduğuna diqqət edək. Biz artıq 2 dənə cavab almışıq. Bunlardan böyükdən kiçik çıxmaqla cavabı tapacağıq. 350-dən çıxarıq 333-ü. Cavab 17 kilometr edir. B variantı. Test 32. Doğru olmayan, diqqətli olaq, yanlış olanı tapmalıyıq. A variantı. 22 dekabrda şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz müşahidə edilir. Bu doğrudur. Çünki bu tarixdə günəş cənub tropik üzərində zenitdə olur. Cənubda ən uzun gündüzlər, ən qısa gecə, şimalda əksinə A variantında olduğu kimidir. Bizdən yanlışı istəyir. B-ni oxuyaq. Maqnit meyl bucağı 11,5 dərəcə bərabərdir. Bu da doğrudur. Maqnit qütbləri ilə coğrafi qütblər üst-üstə düşmür və onlar maqnit meridianı ilə coğrafi meridianda kəsişdiyinə görə aradakı bucaq 11,5 dərəcə bərabərdir. Doğrudur. C-yə baxaq. Planetlərin günəş ətrafında hərəkət yolu orbit xətti adlanır. Bəli. Hər bir planet aid olduğu ulduz ətrafında hər il eyni yolu qət edir və bu yol orbit xətti adlanır. Davam edək. Yerin orbitinin barədə uzunluğu təqribən 940 milyon kilometrdir. D-ni oxuyaq. Daxili planetlər əsasən bərk hissələrdən, xarici planetlər isə əsasən qaz yığımından ibarətdir. Bu da doğrudur. Yanlış istədiyinə görə biz davam edək. Yerdə qeyd edilir ki, yerin öz xəyali oxu ətrafında fırlanma sürəti qütblərdən ekvatora doğru azalır. Bu yanlışdır. Yer kürə şəklindədir. Ekvator ən uzun paraleldir və paralellər qütbə doğru kiçilir. Ona görə də yerin öz ətrafında fırlanma sürəti uzun paralellərdə daha yüksək olacaq. Yəni əksinədir. Cavabımız Y variantıdır. Ən böyük sürət ekvatordadır. Ekvator saniyədə 464 metr fırlanır.
Bu göstərici qütbə doğru azalaraq qütblərdə 0 metrə qədər azalır. Davam edək. 33. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. İcmal xəritələr, yəni kiçik miqyaslı xəritələrdir. Burada miqyas 1 bölünsün 1 milyon və daha kiçik olur. Adətən böyük ərazilər, dünya və iri ərazilər təsvir edilir. Tərif çox olduğuna görə üzərində hesablama məqsədə uyğun hesab edilmir. Topografik xəritələr böyük miqyaslı xəritələrdir. Qeyd edək. Miqyas burada 1 bölünsün 10 mindən 200 minə qədər olur. Kiçik ərazilər təsvir edildiyinə görə üzərində hesablama aparmaq daha məqsədə uyğundur. Tərif az olur. Birincini oxuyaq. Plana ən yaxın xəritə növü sayılır. Miqyas cəhətdən böyük miqyaslı topografik xəritələr planın miqyasına daha yaxındır. İkinciyə qeyd elədik. İkinci ifadəyə baxaq. Coğrafi və riyazi əsasları olur. Hər bir xəritədə həm coğrafi əsas, yəni məsəl üçün relyef, bitki örtüyü, landşaft, torpaq və s. ilaxır. Bir də riyazi əsas, dərəcə doğru, miqyas, meridian, paralel hər bir xəritədə olduğuna görə fərq etməz, ortaqdır. Təhrif və generalizasiya çox olur. Çox olur ifadəsi miqyası kiçik olana, yəni icmal xəritələrinə aiddir. Belə ki, miqyas kiçildikcə xəritələrdə təhriflər, yəni xətalar və ümumiləşmələr, generalizasiya artır. Bunu qeyd götürün. Az olurdu böyük miqyasya qeyd edərdik. 4. Ərazi əhatə dairəsi geniş olur. Miqyas kiçildikcə daha böyük ərazi təsvir edilir. Burada geniş, böyük mənasında icmala gedəcək. 5. Miqyasa əsasən kiçildilir. Hər bir xəritədə yerin həqiqi ölçüləri kiçildilir. Kiçiltmə nisbətini göstərən kəsirdə miqyasdır. Kəsişməyə gedəcək bu ifadə. Davam edək. 6. Daha dəqiq ölçü işləri aparmağa imkan verir. Kiçik ərazi təsvir edildiyinə görə xəta az olacaq və söhbət böyük miqyaslı topografik xəritədən gedir. Amma icmal xəritələrdə əksinədir. Burada ərazi daha çox kiçilməyə məruz qaldığına görə xəta çoxdur. Üzərində dəqiq ölçmə işləri aparmaq mümkün deyil. Cavabınızı buna əsasən tapacaqsınız. 3, 4, 1, 6 və 2, 5 D variantı edir. Buradakı yazını silək. Yenidən izah etməyə çalışaq. 34-ə baxaq. Sxemə əsasən A və B nöqtələri C məntəqəsindən müvafiq olaraq hansı azimutda yerləşir? A məntəqəsi C-dən şimal-şərqdədir. Azimut olaraq 45-dir. B məntəqəsi isə C-dən müvafiq olaraq şimaldadır. 0 və yaxud da ki 360 deyə bilərsiniz. Doğru cavabımız A məntəqəsi C-dən 45, B məntəqəsi isə 0 və ya 360 azimutdadır. Davam edək. 35. Qütb parıltıları müşahidə edə bilən ölkələr belə bir təbiət hadisəsi maqnit qütblərinə yaxın ərazilərdə müşahidə etmək olar. Bunlar eyni zamanda coğrafi qütbə yaxın ərazilərdə hesab edilir. Azərbaycanda belə bir təbiət hadisəsi müşahidə edilmir, amma Kanadanın şimal hissəsində söhbət Kanada Arktik arxipelagından gedir. Xüsusilə də şimal maqnit qütbü də məhz buradadır. Rusiyanın da qütb ətrafı əraziləri, enlikləri, Norveçin də təbii ki şimal hissəsi sualımızın cavabı olacaq. Ancaq Monqolistan, Fransa kimi orta enliklərdəki ölkələrdə bizdəki kimi belə təbiət hadisəsi müşahidə edilmir. Cavab olaraq Kanada, ABŞ-ın Alyaska hissəsi, həmçinin İslandiya və yaxud da ki Norveç, İsveç, Finlandiyanın şimal hissələri, Rusiyanın şimal hissələri kimi cavablarımız ola bilərdi. Mümkün versiyaları qeyd elədik. Sonda isə D variantı doğru olduğunu təsdiqlədik. 36-ya baxaq. Aşağıdakı miqyaslarla göstərilən xəritələrdən hansılarda generalizasiya daha az olar? Generalizasiya ümumiləşdirmədir, sadələşdirmədir. Miqyas məqsəd məzmunundan asılı olaraq xəritələrdə vacib olan saxlanılır. Daha az olar deyirsə, yadda saxlayaq ki, miqyas kiçildikcə generalizasiya artır. Az olan deyirsə, böyük miqyasını götürməlisiniz. Təqdim edilənlər içərisində müqayisə edərək biz 1/600.000, 1/50.000 və 1/200.000 olan 1, 2 və 6 bizim üçün generalizasiyanın daha az olan miqyaslı xəritələri olacaq. 37.
Şimal və cənub sərhədləri arasındakı ən qısa məsafənin 47 dərəcə olduğu işıqlanma qurşağı. İşıqlanma qurşaqlarının sərhədləri tropik xəttləri və qütb dairələridir. Yoldaşlar, 5 dənə işıqlanma qurşağımız var idi. Tropik xəttlər arasında, yəni 23.5 şimal və 23.5 cənub arasında tropik işıqlanmadır. Daha sonra müvafiq olaraq tropik xətti ilə şimal qütb dairəsi arasında qalan şimal mülayim, cənubdakı isə cənub mülayimdir. Qütb dairəsindən qütbə qədər olan isə qeyd edəcəksiniz ki, qütb işıqlanma qurşağıdır. Sualın şərtində şimal və cənub sərhədləri arasındakı ən qısa məsafə 47 dərəcə olduğu işıqlanma qurşağı deyir. Diqqət edirsinizsə, tropik işıqlanmanın şimal sərhədi 23.5 şimal enlidir, cənub sərhədi isə 23.5 cənub enlidir. Bunların arasındakı enlik fərqini hesablayası olsanız, təbii ki, biri şimal, bir cənub olduğuna görə toplayarsınız, eləyər 47. Elə cavabımız da buna görə Y olar. Digər işıqlanma qurşaqlarının sərhədlərinə baxaq. Tutalım mülayim işıqlanma qurşağının sərhədi 66.5 ilə 23.5 arasında çıxsaz, eyni yarımkürədə 43 dərəcə eləyəcək. Həm şimalda, həm cənubda bu arada eyni dərəcədir təbii ki. Qaldı ki, qütb işıqlanmanın sərhədini hesablayası olsaz, 90-dan 66.5 çıxarsınız, eləyər nə? 23.5. Qeyd edək. 23.5 dərəcə. Beləliklə, qütb işıqlanmanın şimal və cənub sərhədi arasında 23.5, mülayim işıqlanmanın şimal və cənub sərhədi arasında 43 dərəcə, amma tropik işıqlanmanın şimal və cənub sərhədi arasında biri şimal, bir cənubda toplayırsınız, bu arada 47 dərəcə bərabərdir. Davam edək. 38-ə baxaq. Greenwich meridianın kəsdiyi materik və okeanların doğru verildiyi bəndi müəyyən edin. Avrasiya, Antarktida, həmçinin Afrika materiklərini kəsir. Şimal buzlu və Atlantik okeanı, həm də Cənub okeanı kəsir. Doğru cavab D variantıdır. Davam edək. Biz mümkün versiyalar dedik. Yəni müvafiq olaraq Avrasiya, Afrika və Antarktida materini kəsir. Okean olaraq şimal buzlu, Atlantik və Cənub okeanı kəsir. Şərtə uyğun olan D'dir. Davam edək. 39. Qrafikdə xəritə sxemdə verilmiş şəhərlərdə bastırılmış eyni ölçü şaqili cisimlərin günorta vaxtı üçün kölgə uzunluqları verilmişdir. Buna əsasən 4 rəqəmi ilə göstərilmiş kölgənin hansı şəhərə uyğun gəldiyi müəyyən edin. Siz bilməlisiniz ki, kölgə ilə düşmə bucaq tərs mütənasibdir. Bunu qeyd edək. Deməli, düşmə bucaq qısaca qeyd elədim və kölgənin uzunluğu tərs mütənasibdir. Yazdıq. Kanalımızda kölgə ilə bağlı gözəl videolarımız var. Girib faydalana bilərsiniz, əgər çətinliğiniz varsa. Davam edək. 4-cü məntəqədən danışır. 4-cü məntəqəmizi görürük. Kölgənin uzunluğu necədir? Daha uzundur. Burada məntiqlə belə başa düşün ki, bizim 4-cü məntəqə düşmə bucaq digər məntəqələr nəzərən daha kiçikdir. O zaman indi verilən bu adı çəkilən 5 şəhər məntəqəmizdən hansının düşmə bucağı daha kiçik olar? Azərbaycan şimal tropikindən şimaldadır, yəni tropikdən kənardadır. O yüzden də günəşin zenit vəziyyəti hər zaman Azərbaycandan cənubda qalır. Və zenit vəziyyətinə daha uzaq olan məntəqə isə əlbəttə ki, daha şimalda qalan Balakən şəhəridir. Cavabımız da məhz Balakən olacaq ki, nisbətən Balakənə düşmə bucaq daha kiçik olacaq müqayisədə. Və əlbəttə ki, burada kölgə nisbətən daha uzun olacaq. Əgər tam əksinə, məsələn, kölgəsi daha kiçik olanı istəsəydi, müvafiq olaraq düşmə bucağı daha böyük olan Zərdabı götürərdik. Düşünürəm ki, artıq başa düşdünüz. Xüsusilə də bu qrafik təsviri qeyd kimi götürərsiniz. Ətraflı video dərsi isə kanala daxil olub axtarıb tapa bilərsiniz. Davam edək. Verilən diaqramlardan, daha doğrusu diaqramlardadır. Verilən diaqramlardan hansı biri sektor bucağının tapılması ilə qurulur? Sektor bucağı tamın, belə deyək də, dərəcə ilə ifadə edilməsidir. Təbii ki, söhbət dairəvi diaqramdan gedir ki, dairəvi diaqramda əvvəlcə
sektor bucaqları təyin edilir. Daha sonra ona uyğun dairəvi diaqram qurulacaq. Davam edək. Sonra 41. Günəşin zenitdə ola biləcəyi məntəqə üçün yanlış, xətalı ifadəni istəyir. Fikri müəyyən edin. Yanlış, səhv fikri bizdən istəyir. Baxaq. Tropik işıqlanma qurşağında yerləşir. Bəli, günəşin zenitdə ola biləcəyi məntəqə məhz tropik işıqlanmada yerləşir. Bu doğrudur, amma yanlış istəyir. Günəş harda zenitdə olurdu? Tropiklər arasında 23.5 şimalla 23.5 cənub arasında. Bura şimal tropiki olsun, burada cənub tropiki olsun. Günəş əlbəttə ki, bu enliklər arasında zenitdə olur və yadda saxlayaq ki, tropikin üzərində ildə bir dəfə, şimal tropikində 22 gündə, cənubda isə 22 dekabrda. Tropikin arasında ixtiyari bir məntəqədə ildə 2 dəfə zenitdə olur. B-yə baxaq. Məntəqə ekvator üzərində yerləşə bilər. Həqiqətən də Günəşin zenitdə olduğu enliklərdən biri də ekvatordur. İldə 2 dəfə 21 mart, 23 sentyabrda burada zenitdə olur. Bu da doğru yanaşmadır. Sonra 3-cüyə baxaq. Bütün fəsillər aydın nəzərə çarpır. Bu yanlışdır. Fəsillər orta enliklərdə təxminən də dərəcə olaraq 35-55-ci enliklər arasında daha aydın nəzərə çarpır. İqlim qurşağı olaraq da bu ərazilər subtropik və mülayim iqlim qurşaqlarına uyğun gəlir. Amma bizim Günəşin zenitdə olduğu ərazilər, bu ərazilərə il boyu düşmə bucağı böyük olduğuna görə il boyu isti keçir. Fəsil dəyişkənliyi buna görə də zəif olacaq. Davam edək. Günəşin ən böyük düşmə bucağı 90 dərəcədir. Həqiqətən də zenit zaten 90 dərəcə deməkdir. Bu da səciyyəvidir. Gecə ilə gündüz adi növbələşir. Bəli, burada hər hansı bir adi növbələşmənin pozulması, yəni qütb gecə gündüzü kimi təbiət hadisəsi olmur. Elə bir təbiət hadisəsi 66.5 daxil olmaqla qütbə qədər, qütb özü də bu prosesin ən çox pozulduğu ərazidir. Bu da doğru ifadə idi. 42. Kartometrik təhlilə aiddir. Kartoqrafik xəritələr üzərində aparılan tədqiqat metodu müxtəlif təhlil vasitələri ilə həyata keçirilir. Kartometrik, vizual, qrafik. Kartometrik xəritələr üzərində aparılan hesablamalardır. İstər dərəcə toru, istər miqyasa görə, istər üfüqün cəhəti və azimutun hesablanması ilə bağlı olan yanaşmalar. Birinci ifadəyə baxaq. Bitki növləri müəyyən edilməsi vizualdır. Şərti işarələrdən istifadə edərək biz hansı bitki növü olduğunu təyin edə bilərik. Bu vizualdır. Bizdən isə kartometrik istəyir. 2. İstiqamət və azimutun təyin edilməsi. Bəli, həqiqətən də kartometrikə aiddir, hesablayacaqsan. Çayların uzunluqlarının tapılması miqyas və ya dərəcə toruna əsasən və yaxud da ki, digər hansısa bir üsullardan istifadə edərək hesablayıb tapırsan. Davam edək. Məntəqələr arasındakı məsafənin tapılması. Yenə məsafələri falan tapırıqsa, bunlar kartometrikdir. Cavabımız artıq 2, 3, 4 olaraq Y variantı çıxır. 5-də süxurların yatım ardıcı müəyyən edilməsi. Bu artıq qrafikə aiddir. Siz yadda saxlayın ki, təqdim edilən ifadə profil anlayışına aiddir. Profilin qurulmasında qrafik təhlil vasitəsinə aid edilir. Ərazinin relyef vahidinin vahidlərini sadalamaq. Relyef vahidlərini sadalamaq, yəni sadəcə xəritəni oxumaqdır, şərti işarələrlə tanış olmaqdır. Vizuala aiddir. Bu da gedər. Davam edək. Bir dəqiqə. 43-ə baxaq. Sinoptik xəritəyə əsasən hansı məlumatları əldə etmək olar? Sinoptik xəritə sutkalıq xəritələrdir. Burada bir və ya bir neçə sutkalıq məlumatlar təqdim edilir. Yadda saxlayın ki, sinoptik xəritələrdə illik məlumatlar ola bilməz. Həmçində yağıntıların miqdarı yox, növünü təyin etmək mümkündür. Belə bir kiçik qeydlər aparın. Baxaq. Birincidə atmosfer təzyiqini. Bəli, atmosfer təzyiqini təyin edə bilərik. Bu gördüyünüz qapalı xəttlər izobarlardır. Məntəqələrin hansı izobarlar arasında və ya üzərində yerləşdiyini rahatlıqla həmin bu izobarlara baxıb izoxəttlər üsulundan istifadə edərək əldə edə bilərik. 1 doğrudur. 2. Okean suyunun duzluğuna dair hər hansı bir məlumat yoxdur. Onu siz izoqalinlərdən istifadə edərək əldə edə bilərdiniz, amma sinoptik xəritədə belə bir məlumat yoxdur. Sonra 3. Bulutluq. Bəli, göy üzünün buludla örtülmə dərəcəsini
İndi təsvir bir qədər solğundur, görə bilmirsiniz. Burada təqdim edilən yumru dairələrdən təyin edə bilərsiniz. Bulutluluq yoldaşlar dairə əsasən ölçülür. Tutalım, dairənin yarısı qaradırsa, göyüzü 5 bal və ya 50% ilə qiymətləndiriləcək. Ümumən belə başa düşək ki, bulutluluq 10 bal və ya 100% həcmində qiymətləndirilir. Sonra, havanın temperaturunu da təyin etmək mümkündür. Təqdim edilən buradakı rəqəmlər düzdür, yaxşı oxunmasa da indi daha yaxşı formada çəkiliş edə bilsəydim oxuya bilərdiniz. Tutalım -10, -14 və yaxud da ki, digər müsbət 4 kimi rəqəmlər orta suxal temperaturu bildirir. Amma suxurların yaşı burada təyin edilə bilməz. O, geoloji quruluşu bildirən hər hansı bir xəritələrdə verilə bilər. Təbii zonalarda bizim bu xəritənin məzmuna uyğun deyil. O məlumat da təbii zona xəritəsində verilir. Cavab 1, 3, 4. Buna uyğun varsa variant seçək. Y variantı. 44. Bu arada bayaq sinoptik xəritəni tam demədim. Sinoptik xəritədə başqa hansı məlumatlar təqdim etmək mümkündür? Yadda saxlayaq ki, küləyin gücü və istiqamətini də təyin etmək mümkündür. Bu da həmin bu dairəyə toxunan xətlərlə ölçülür. Tutalım, soldan belə bir xətt çəkdim. Bu şərq küləyi olduğunu göstərir. Neçə bal olduğu isə uzun xətlər 2 baldır, qısa xətlər 1 baldır. Tutalım, bir uzun bir qısa yazımsa deyəcəksiniz ki, toplam 3 bal dəyərində külək mövcuddur. Həmçinin atmosfer cəbhələrini də təyin etmək olur. Burada üçbucaqla göstərilən mavi xətt soyuq cəbhənin yaxınlaşdığını, qırmızı isə yarım dairələr isə isti cəbhədir. Bundan əlavə yağıntıların növünü də təyin etmək mümkündür. Yağışdır, qardır, fasiləsiz yağıntı zonu olub olmadığını da fərqləndirmək mümkündür. İndi 44-ə qayıda bilərik, baxaq. Şimal Buzlu Okeanının Antarktidanın xəritələrini hansı proyeksiyalarda tərtib etmək daha məhz uyğundur? Qütbləri və yaxud da ki, yarımkürələri azimutal proyeksiyada tərtib etmək daha məqsədə uyğundur. Bu zaman təsvir edilən xəritədə paralellər tam çevrə, meridian isə bu çevrənin radiusu formasında təqdim edilir. 45. Qütb ulduzunu özündən sağ tərəfdə göstərən səyyah, daha doğrusu bir də baxaq. Sağ tərəfdə görən səyyah hansı azimutla hərəkət etmiş olmalıdır? Əgər biz özümüzdən sağ tərəfdə görürüksə, tutalım bu qütb ulduzudur, polaristdir, yalnız ekvatordan şimalda görünür. Deməli biz qərb istiqamətinə gedirik ki, özümüzdən qütb ulduzunu sağda görəcəyik. Cavabımız qərb istiqamətinə uyğun azimut olan 270-dir. Yadda saxlayaq ki, biz 0 və ya 360 azimutla gediriksə, bu zaman qütb ulduzu önümüzdə görəcəyik. 90 azimutla gediriksə, şərqə gediriksə, sol tərəfimizdə görürük. 180 azimutla, yəni cənuba doğru gediriksə, qütb ulduzunu arxamızda görəcəyik. (46) Kainatın yarandığı an nədir? Kainatın yarandığı andan indiki vəziyyətinə qədər baş vermiş hadisənin xronoloji ardıcılığı. Biraz oxunmadı, zərər yoxdur. Baxaq. İlk öncə yoldaşlar, kosmik partlayış deməli. Böyük partlayış olub, Big Bang. Daha sonra, böyük partlayışdan sonra kosmik relik şüalanma baş verir. Hər tərəf, belə deyək, şüalanmaya məruz qaldı. Daha sonra qaranlıq dövr gələcək. Daha sonra qaranlığı aydınlatan ilk ulduzlar formalaşar. Daha sonra ilk deməli, ulduzların yerində partlamasından ilkin deməli, qara dəliklər yaradar. Deməli, ilk yeni qara dəliklər bu 7-dədir. Daha sonra qara dəliklərdən sonra ilkin qalaktikaların, protogalaktikaların qovuşması, deməli 3. Sonda isə müasir qalaktikaların yaranmasını qeyd etmək mümkündür. Zaman oxu bu şəkildə olacaq. Cavabımız 5, 4, 2, 6, 7, 3, 1 D variantı. 47.
Eyni meridian çevrəsi üzərində A-dan B-yə ən qısa məsafəni müəyyən edin. Bunlar biri şimaldadır. A 20 şimaldadır. B isə 40 cənub enliyindədir. Biri şimal, biri cənub olanda toplayırsınız. Edir 60 dərəcə və 111'ə vurarsınız. 6660 kilometr edəcək. A variantı. 48. Böyük miqyaslı qlobusda ekvator üzərində yerləşən iki məntəqə arasındakı məsafə 22,2 cm olarsa, həmin məntəqələr arasındakı dərəcə fərqini hesablayın. Böyük miqyaslı qlobus deyəndə yoldaşlar, miqyası əzbər bilin, 30 milyondur. Yadda saxlayın ki, orta miqyaslı qlobuslar 50 milyonda, kiçik miqyaslı qlobuslar isə 83 milyon qəbul edilir. Ekvator üzərində yerləşən iki məntəqə arasındakı məsafə 22,2 cm-dir. Yəni bunun həqiqi məsafəyə çevirək. Burada 5 0 silsəz 300 kilometr qalır. Deməli bu 300'ü vurarsınız 22,2'ye həqiqi məsafəni tapaq. Burada deməli 666 yana da 0 qoyaq. 6660 kilometr elədi. Daha sonra ekvatorda bu neçə dərəcə olduğunu tapmaq üçün ekvatorda 1 dərəcə 111 kilometrdir. 6660'ı bölərsiniz yoldaşlar 111'ə. Bu da eləyəcək 60 dərəcə. Buna uyğun da B variantı cavabımız olacaq. 49. 12-ci saat quşağının kənar sərhədlərini müəyyən edin. Əvvəla siz 12-ci saat quşağın orta meridianı tapmaq üçün 12'ni 15'ə vurmalısınız. Bu da elədi 180 dərəcə. 180 dərəcə qeyd elədiyimiz kimi 12-ci saat quşağının orta meridianıdır. Bu arada bu həm də beynəlxalq təqvim dəyişmə meridianıdır. Onun sərhədləri isə bir dəfə 7,5 çıxırsınız. Bu zaman 172,5 dərəcə şərq uzunluğu olur sol tərəfi. Sağ tərəfi isə qərb yarımkürəsinə uyğun gəlir. 7,5 yenə çıxacaqsınız. Bu zaman 172,5 qərb uzunluğu olacaq. Cavabımız 172,5 şərq, 172,5 qərb olmaqla A variantı. 50'yə baxaq. Hansı fikir yaz gecə gündüz bərabərliyi gününə aiddir? Yaz gecə gündüz bərabərliyi yadda saxlayın ki 21 mart tarixindən söhbət gedir. Bu tarixdə günəşin zenit vəziyyəti ekvator üzərindədir. Belə olduğu təqdirdə hər iki yarımkürə bərabər işıqlanır. Bütün enliklərdə 12 saat gündüz, 12 saat gecə olur. Bu tarixdən etibarən zenit şimala keçdiyinə görə şimalda gündüzlər uzanmağa başlayacaq və şimalda yaz fəsli başlayır. Cənubda isə əksinə, ona görə payız fəsli başlayır. Doğru ifadəni istəyir. Şimal qütb dairəsində qütb gündüzü başlanır. Ümumiyyətlə biz bilirik ki, bu tarixdə heç bir yerdə qütb gecə gündüzü olmur. Hər yerdə 12 saat gündüz, 12 saat gecə olur. Gecə gündüz bərabər olur. Cənub qütb dairəsində qütb gecəsi olur. Az öncə dediyimiz ifadə yenidən qeyd elədik. Günəş şüaları cənub tropikinə 90 dərəcə altınlaşır. Yaz gecə gündüzdə 90 dərəcə zenit vəziyyəti cənub tropikinə yox, ekvator üzərində olacaq. Günəş 23,5 şimal zenitdə olur. Xeyr, günəş ekvator üzərində zenitdə olur. Günəş ekvator üzərində zenitdə olur. Bəli. 51. Bakı şəhəri ilə İstanbul şəhəri arasında 28 şərq uzunluğu arasındakı yerli vaxt fərqini tapın. Bakı şəhəri 50 dərəcə şərq uzunluğundadır. İstanbul şəhəri isə təqdim edilən coğrafi uzunluğu qeyd edək. Şərq uzunluğundadır. Yerli vaxt fərqini tapmaq üçün aradakı coğrafi uzunluq fərqinə baxırıq. Hər ikisi şərqdədirsə çıxacaqsınız. 50'dən 28 çıxanda 18 dərəcə edir. 18 dərəcəni də dəqiqə çevirmək üçün əlbəttə ki 4'ə vurarsınız. Qeyd edək. 18 vurulsun 4. Bircə dəqiqə. Yoldaşlar, burada çıxmada diqqətsizlik eləmişik. Ona görə cavab düzgün gəlməyəcək. 50'dən 28 çıxanda düzəliş eləyək. 22 dərəcə eləyir. Və 22 dərəcəni də 4 dəqiqəyə vursaq 88 dəqiqə yerli vaxt fərqi yaranacaq. Y variantı edir.
Bu arada yer kürəsi qərbdən şərqə fırlanır. 1 saat 15 dərəcə, bircə dərəcə dönməsində 4 dəqiqə zaman sərf edir. 52. Coğrafi adları öyrənən elm nədir? Toponimikadır. Coğrafi terminləri öyrənən elmdir. Hidrologiya quruluşlardan bəhs edir. Çay, göl, bataqlı, buzdaq, yeraltı sular. Limnologiya deməli, limnologiya göllərdən bəhs edən coğrafi elmidir. Qeyd edək. Hidrologiya quru suları. Demografiya əhali və onunla əlaqədar məsələləri öyrənir. Əhali coğrafiyasının bir qoludur. Toponimika bizim cavabımız idi. Geologiya coğrafiyanın qolu deyil. O müstəqil bir elmdir. Süxurlardan bəhs edir. Davam edək. 53. Ümumdünya Hava Xidmətinin mərkəz şəhərləri 3 əsas mərkəzi var. Bunlar Moskva, Melburn və Vaşinqton şəhəridir. Moskva Rusiyanın paytaxtıdır, Vaşinqton ABŞ-ın, Melburn isə Avstraliyanın şəhəridir, paytaxt isə Canberradır. 54. Maqnetiklik xassəsinə malik olan elementləri müəyyən edin. Bəzi metallar var ki, maqnetlik xassəyə malikdir və maqnit anomaliyalar yarada bilir. Bunlara misal kimi kobaltı, dəmir, həmçinin nikeli qeyd etmək olar. Yoldaşlar, yerdə qalan boksit, yəni alüminium oksidi olan boksit, həmçinin alünit və nefrin də alüminium oksididir. Eyni zamanda mis və qızıl kimi metallar ferromagnetiklik xassəyə malik deyil. Davam edək. 55. Günəşin ildə 2 dəfə zenitdə ola biləcək coğrafi enliklər söhbət tropiklər arası enliklərdən gedir. 23.5-lər arasında yerləşən 1, 2, 23.5-də burada bir dəfə olur. O yüzden də şərtimiz uyğun gəlmir. 44-cü enliklərdə ümumiyyətlə olmaz. Ekvatorda 2 dəfə olar. Tropikdən kənar enliklərdə, yəni 23.5-dən daha yüksək enliklərdə ola bilməz. Cavab burada 1, 2, 5. 56. Yer tipli planetləri müəyyən edin. Günəşə daha yaxın olan Merkuri, Venera, Yer, Mars yer tipli planetlərdir. Cavab burada 1, 2, 3 olacaq. Digərlər isə xarici planetlərdir. Cavab 1, 2, 3. 57. Uyğunluğu müəyyən edin. Miqyaslı, miqyassız, xətti. Miqyassız dediyimiz yalnız obyektin yerini göstərdiyimiz şərti işarələrdir. Miqyaslı konturludur. Gəlin bunu konturlu yazaq. Qarışdırmayın. Konturlu yəni sahəvi. Baxaq. Tək ağac miqyassızdır. Taxta körpü də həmçinin miqyassızdır. Şosə yol xəttidir. Çəmənlik qeyd edəcəksiniz ki, konturlu və ya sahəvi, yəni miqyaslı hesab edilir. Meyvə bağı da o da konturludur. Miqyaslıya aid ediləcək. Yadda saxlayaq ki, miqyaslı, yəni konturlu və ya sahəvi dediyimiz şərti işarələrin həm sahəsini, həm də digər ölçülərini, eni uzunu hesablamaq mümkündür. Miqyassızın sadəcə xəritədə mövqeyini təyin etmək olur. Ölçülərini hesablamaq mümkün deyil. Xəritədə isə uzunluğunu hesablamaq olur. Əslində mövqeyi hər birisində təyin etmək mümkündür. İstəyərsən oxuyaq, sizlərə izah etməyə çalışaq. Kartoqrafik təsvir növlərindən biri olan xəritələr təhrifli, yəni xəritələr xətalı təsvirdir. Kartoqrafik təsvirlər plan, qlobus və xəritələrdir. Müasir xəritələri hazırlayarkən bu tərifləri müəyyən qədər azaltmaq üçün məqsədli olaraq həndəsi fiqurların köməyi ilə kartoqrafik proyektlərdən istifadə edilir. Söhbət silindrik, konus, azimutal çoxhizdən gedir. Davam edək. Sual 1.
Ekvator xətti üzərində bir-birindən 30 dərəcə meridian fərqində yerləşən iki məntəqə arasındakı məsafə 30 milyon miqyaslı xəritədə 11 sm olarsa, tərifin miqdarının neçə kilometr olduğunu hesablayın. Nəzərə alın ki, ekvator üzərində 1 dərəcə göz 111 kilometrdir. Təriflə bağlı elə birinci testdə geniş cavab verdiyimə görə bir qədər sürətli işləyək. Burada ilk öncə həqiqi məsafənin real göstəricinin neçə kilometr olduğunu tapaq. Məntəqə ekvator üzərindədir və 30 dərəcəlik meridian göz, deməli, ekvator xətti üzərində bir-birindən 30 dərəcəlik dərəcə fərqinə malikdir. Burada meridian sözü xətalı olaraq qeyd edilir. 30 dərəcəlik dərəcə fərqində yerləşən, coğrafi uzunluq fərqində yerləşən, bunu bu şəkildə başa düşək. Deməli, ekvator üzərində 1 dərəcəlik göz 111 kilometrdir. Deməli, ilk öncə biz ekvator üzərində yerləşən və bir-birinə 30 dərəcə uzunluq fərqində olan məntəqə arasındakı həqiqi məsafəni tapaq. Bunun üçün 30-u əlbəttə ki 111-ə vuracaqsınız. Eləyəcək 3330 kilometr. İkincidə biz miqyasın kəmiyyətindən tapmaq üçün 5 dənə 0 silərik və onu xətt üzərindəki məsafəyə vurarıq. Deməli, 300-ü vurursunuz 11-ə, elədi 3300 kilometr. Sonda isə aradakı fərq tərifdir. Cavabımızı tapmaq üçün 3330-dan 3300 çıxarsınız, elədi 30 kilometr. Cavabınız belə olacaq. Sonra 59-a baxaq. Ekvatora daha yaxın ərazilərin daha az tərifli təsvir olunmasına istifadə edilən proyeksiya növünü, söhbət sinirlikdən gedir. Davam edək. Ona aid bir xüsusiyyəti qeyd edin. Məsəl üçün, meridian paralel düzbucaqlığına kəsişir. Xüsusiyyətləri belə qeyd edəcəm. Sinirlik proyeksiyada meridianlar şaqili, paralellər üfüqi xətlər şəklində təqdim edilir. Bunlar paralel xətlərdir. Bunlar da meridianlardır. Onlar bir-birindən düzbucaqlığına kəsişir. Qeyd edə bilərsiniz ki, dünya xəritələr adətən bu proyeksiyada verilə bilər. Düzbucaqlı şəklində olur. Ekvator tərifsizdir, qütbə getdikcə tərif artır deyə bilərsiniz. Ekvator bu ərazilərdə materik olaraq Afrika, Cənubi Amerika, Avstraliyanın təsvir edilməsi ölkələrdən də məsəl üçün də ekvator yaxın olanları seçə bilərsiniz. Davam edək. Xəritələr hazırlanarkən istifadə olunan kartoqrafi proyeksiyaların üçünün adını müəyyən edin. Tərif xüsusiyyətinə görə, burada daha doğrusu həndəsi fiqurlardan bəhs etdiyinə görə digər adları da belə yaza bilərsiniz. Azimutal və yaxud da ki konus, çox üzlü. Bu da bizim sonuncu tapşırığımıza dair izahımız olsun. Ümumi olaraq situasiyada bayaq kiçik bir xəta var idi. Onu mən sizlər üçün bir daha qeyd edeyim. Deməli, kartoqrafik təsvir növlərindən biri olan xəritələr tərifli təsvirdir. Müasir xəritələr hazırlayarkən bu təriflər müəyyən qədər azaltmaq məqsədi ilə deməli, həndəsi fiqurun köməyindən istifadə olunur. Bunları bildik. Xəta burada idi. 58 nömrəli tapşırıqda biz burada bildirdik ki 30 dərəcə coğrafi uzunluq fərqinə malik olan. Burada coğrafi uzunluq sözü yazılmalı idi. Meridian yanlış yanaşmadır. Nəsə, ümumi olaraq test müəlliflərinə təşəkkür düşür. Abituriyentlər üçün belə gözəl tapşırıqlar cəmləyiblər. Mən isə videonu artıq yekunlaşdırıram. Hər birinizə uğurlar. Növbəti video izahlarda görüşənədək. Çox sağ olun.